25 min manatlıq büdcə ilə 50 min manatlıq avtomobil sürmək. Nə qədər qulağa qəribə səslənsə də, bəli, bu bəzi modellər var ki, mümkündür. Son günlərdə Azərbaycanda bu avtomobilə marağın xeyli artdığını görürük. Söhbət qeyd etdiyimiz kimi Jaguar F-Pace modelindən gedir. F-Pace'in ən gözəl tərəflərindən biri avtomobil sferasında çox möhtəşəm olan ingilis dizaynıdır. Bu avtomobil baxmayaraq ki, artıq 8 ildən çoxdur istehsal olunur, dizaynı hələ də köhnəlmiş görünmür. Uzun kapot, iri radiator barmaqlığı, Jaguara xas faralar və ümumi kuzov proporsiyası avtomobil qiymətindən xeyli baha göstərir. Yəni, bir sözlə, 25 min manatlıq avtomobil alırsınız, amma küçədə yaratdığı görüntü tamam başqa qiymət kateqoriyasındadır. Heç kim bu avtomobilə baxıb 25 min manat qiymət vermək istəmir. İndi isə gələk əsas məsələyə. 25 min manat büdcəniz varsa, daha yaxşı nəsə ala bilərikmi? Əlbəttə, seçimlər və zövqlər müxtəlifdir. Daha yeni, Koreya və Yapon avtomobilləri almaq mümkündür. Amma deyirsinizsə ki, mənim avtomobilim premium görünsün, sürüşü zövqlü olsun, güclü olsun və görünüşdə 25-30 min manatlıq avtomobil vibe təsiri yaratmasın, o zaman 2018-2020-ci ildə Jaguar F-Pace baxmağa dəyər variantlardan biridir. Gördüyünüz kimi bu cür funksional və bu cür möhtəşəm avtomobili cəmsi 25 min manat civarı Avtoimport Bakı şirkətindən mühərrik və transmisiya zəmanətli əldə edə bilərsiniz. Qeyd edək ki, təmin xidməti dəstəyimiz də mövcuddur. Bu avtomobilin ehtiyacları çox rahatlıqla tapılandır.